da qalır. Bu da maraqlı sualdır. Yazıb rombun bir tərəfindən, onun qarşı tərəfindən 4 sm məsafədə müstəvi keçirilir. Bax, belə bir yeni qəliz cümlə. Neynirəm? Bu müstəvi məndə yerdə. Yerimdir də. Rombun tərəfini gətirirəm, qoyuram yerə, bir tərəfin. Təbii ki, romb belə digər tərəfləri neynirsə, göyə qalxacaq da, bu da belə. Ha, belə. Bu ABC'də rombum olsun. Bu AB tərəfi yerdədir. Və DC tərəfi də yuxarıdadır və DC tərəfi aşağıya paralel olacaq. Yəni D təpəsindən də yerə qədər tərəfin müstəvidə proyeksiyasını tapın. Bu şəkil belə oldu. İndi nə deyir? Onun qarşı tərəfindən 4 sm məsafədədir. Yəni bu qarşı tərəf burada axı. Bu göylə göstərin. Burada axı. Buradan yerə qədər məsafələrimiz nə qədərdir? 4. Bax, buradan bura qədər məsafələrimiz nə qədərdir? 4. Bunu bizə verib. Yazıb diaqonalların bu müstəvi üzərindəki proyeksiyaları 8 və 2-dir. Proyeksiya nə idi? Diaqonalların. Deməli, rombun bir tərəfindən, onun qarşı tərəfindən 4 sm məsafədə müstəvi keçirilmişdir. Hədə, budur da. Qarşı tərəfindən 4 sm məsafədə. Diaqonalların bu müstəvi üzərindəki proyeksiyaları. İndi bax, bu diaqonalları biz necə anlayırıq? Diqqət yetirin. Diqqət. Bu bizim bir diaqonalımız olsun. Bunun proyeksiyası hara düşər? Bu da bura. Elə deyilmi? Yenə o proyeksiya nə rolunu oynayacaq? Yəni o diaqonal nə rolunu oynayacaq? Mailin altdakı nə olacaq? Proyeksiya. Və bunu bizə versin, bu böyük diaqonal olsun, buranı 8 versin, buranı da biz D1 deyək, buranı da bizə 4 verib. Onda mən D1-in kvadratı nəyə bərabər olar? 4-ün kvadratı üzrə 8-in kvadratı olar. Bu da buradan. Elə deyilmi? Və buradan. İndi ikinci diaqonalı da çəksəm, ikinci diaqonalı belə çəkməliyəm, değil mi? Belə çəkməliyəm və bunun proyeksiyası da düşməlidir altı. İndi siz fikirləşin ki, o şəkili ikinci dəfə buradan çəkirəm də, qoy burada rahat görün. İkincində 2 verib. Onda yenidən ora Pifaqoru yazsam D2-nin kvadratı nəyə bərabər olur? 4-ün kvadratı üzrə 2-nin kvadratı. Rahatsızmı? Bəli. İndi deyir, tərəflərin müstəvi üzərindəki proyeksiyasını tapın. İndi biz gərək tərəfi tapaq axı. Onda bunları tərəf toplasam D1 kvadrat üstəl D2 kvadrat bərabər olur 32 plus 64 plus 4. Nə qədər eləyir ki, mənimlər bunlar? 100 mi eləyir? 100. Onda rombu yazıca salın. Rombun ümumi düsturaxı D1 kvadrat üstəl D2 kvadrat 4A kvadratıdır. Onda A'mız oldu 5. 5. İndi tərəfimiz 5'dir. Bax, indi bunu silirəm. Bunu da silirəm. Bax, bu tərəf 5'dir. İndi tərəfə fikir verin. Bu tərəf, əlimlər, nə rolunu oynayır? Mail. Bax, mailin uzundan yerə qədər məsafə nə qədərdir? 4. Bunun kölgəsini istəyir. 3. Onda oran nə qədər olacaq? 3. Bax, görürsünüz, qəliz cümlələri addım-addım biz özümüz üçün rahatlandırır. Başa düşdünüz? Mailin altındakı həmişə nədir? Proyeksiya. Var mı bundan sualınız? Xeyr, aydındır müəllim. Xeyr, müəllim, aydın. Məsələn, bu toplu üçün, blok imtahanları üçün ulduzlu sualda, onu da sizə deyim. Çünki şəkil qurub görünürlüyünə Pifaqor teoremlərini yazdıq. Bir dənə şəkil qurmaq. Bəli. Bunlarda problem şəkil